Annyeonghaseyo yorobun. Herkese salam. Bugün birlikte Koreya'da IKEA date edeceğiz. IKEA'ya daxil olmamışdan əvvəl çöldəki arabalardan istifadə edə bilərik. IKEA'nın özünə məxsus yeməkxanası var və Koreyalılar adətən IKEA'da günorta yeməyi yeyib sonra alış-veriş etməyə üstünlük verirlər. Mən də günorta vaxtı getdiyim üçün gördüyünüz kimi hal-hazırda yeməkxanada çoxlu Koreyalılar var. Yeməkxana bufet şəklindədir. Birinci yeməkləri əldə edirik, daha sonra ödəniş edirik. Hər kəs mütləq belə bir araba götürür və yeyəcəyi yeməkləri bura yerləşdirir. IKEA yeməkxanasında şirniyyatlardan tutmuş əsas yeməklərə qədər hər şey mövcuddur. Mən bu yeməkxanada yemək yeməyi çox xoşlayıram. Ona görə də IKEA-ya gəldiyimdə alış-verişdən əvvəl birbaşa yeməkxanaya baş çəkirəm. Bunlar bizim seçdiyimiz yeməklər idi və hər biri həqiqətən çox dadlı idi. Yemək yedikdən sonra mütləq hər kəs öz stolunu yığışdırmalıdır. Birinci zibilləri tullayırıq, daha sonra boşqablarımızı yerləşdiririk. Hansı ki bu boşqab birbaşa mətbəxə gedir. Və nəhayət IKEA-nın alış-veriş bölməsinə giriş etdik. Başda bu sarı paketlərdən istifadə edərək insanlar aldıqlarını ora yerləşdirir. Yalnız IKEA-dan çıxdıqda ödəniş edə bilirlər. Bu gördüyünüz hissə IKEA-nın böyük əşyaları olan bölməsidir. Hansı ki mebel, divan, şkaflardan ibarətdir. Mən IKEA-nın bu dizaynlarını çox xoşlayıram və IKEA-nın oyuncaqları da ayrıca sevimlidir. Burada sizə bir neçə oyuncaqları göstərmişəm. Yadımda səhv qalmayıbsa, sonda da sizə meymunları da göstərəcəm. Bura IKEA-nın artıq kiçik əşyalardan ibarət olan bölməsidir. Hansı ki qab, qacaq, mətbəx əşyalarından ibarətdir. Artıq Koreyada Krismas yaxınlaşdığı üçün hər bir yeri Krismasa görə dizayn ediblər. IKEA-dan çıxarkən hər kəs ənənəvi bir şəkildə ya dondurma alır, ya da kofe alır. Mən dondurma seçdim və sizə dondurmanı necə aldığımı göstərirəm. Bugün sizinlə maraqlı IKEA date etdim. Videonu bəyənməyi və məni takip etməyi unutmayın. Sonraki videolarda görüşənədək.